yetim qalıb düz demərəm, çünki bilirsiniz, həm Dəli Kürün sonluğunda, həm də İsmail Şıxılının sonuncu romanı Ölən Dünyamın sonluğunda demək bütün hadisələr dəyişirilir. Əsərin bir çox qəhrəmanları ölür, dünyasını dəyişir, həlak olur, yaxud həmin məkandan çıxır, gedir. Amma orada bir obraz var. Deyir, Kür yenə də öz axarını davam etdirirdi. Mən düşünmürəm ki, hətta mənim atam, mənim çox sevdiyim İsmail Şıxılı dünyasını dəyişəndən sonra Kür öz dəliliyini, ola bilsin müəyyən mənada belə deyək də, həlimləyibdir, amma dəliliyini, o təbiətini heç cür itirə bilməz.